Hər vaxtınız xeyir. Mən Günəş Rəhimova. Bu mənim 3-cü çap videomuz ki çəkilir. Təşəkkür edirəm buradan sizə də Sara xanım. Mənim şikayətim Med TV-nin Bizimlə Dəyiş proqramının aparıcısı Rəna Hidayətova Amil qızı ilə bağlı idi. 3-cü dəfədir ki mən bunu çəkirəm. Şikayətlərim davam edir hələ də. Daxili İşlər Nazirliyinə rəsmi olaraqdan şikayətimi təqdim etdim. Sosiallaşdırdığım videolarla birlikdə. Çox sağ olsunlar. Mənim şikayətimi qəbul etdilər, baxdılar. Çox minnətdaram buradan. Özlərinin təşəkkürümü bildirirəm. Mənim şikayətlərim davam edəcək hələ də. Mətbuat Şurasına da korrupsiya ilə mübarizəyə də şikayətimi bildirəcəm. Çünki mən bu pulu bir ildə ala bilmədiyim kimi mənim pulumla mənə yenidən şərt qoşulur ki, hər ay güya mənim şərtlərim budur, qəbul edərsən bu şəkildə səninlə ödəməmi tamamlayacağam. Bir ildə axı mən vermişəm bu pulu. Hadisəni qısa və konkret danışın, izləyicilərimiz məlumatlı olsun. Hadisə belə oldu ki, mən dediyim kimi problemim var. Həm qadın xəstəlikləri üzərinə, həm də gördüyünüz kimi çəkə bilərsiniz Sara xanım. Mənim qarnımdakı yırtıqları. Bilmirəm necə. Mənim şikayətim bunların üzərinə idi. Baxın, görürsünüz. Bu proqramın adı Bizimlə Dəyişdi, doğru mu? Mən bunlar üzərinə şikayətim üzərinə müraciət etdim. 8.000-ə olana 2.500-ə biz həll edərik dedi. Özləri mənə dedi ki, bu xanımın özü mənə dedi ki, daha doğrusu sənə bunları da eləyə bilərik. Mən dedim, mənim imkanım yoxdur. Dedi ki, hər ay 150 ödəyərəkdən bəlli bir prosedurları sən eləyə bilərik. Mən də razılaşdım bir xanım olaraq da, mənim üçün də uyğun oldu. Məbləğ gəldi çıxdı 4.000-ə. Mən onun 2.500-ün nağd olaraq Dərmanovda McDonald's-da çox komik bir vəziyyətdir ki, McDonald's-da mənlə müqavilə bağlanır və McDonald's-da mən o masanın üstə 2.500 manatı verirəm. Bugünkü gün düşünəndə çox komik bir vəziyyətdir ki, telestudiyaya getmirsən, məni ofisinizə götürmürsünüz, elə yerlərdə görüşürsünüz. Yaxşı, bunu da keçdim, aldın, əməliyyatımı sən mənim təxirə saldın, gözəl, pulumu istədin, vermədin. İndi bugün bir ildir ki, mən səndən pulumu ala bilmirəm, kreditini ödəyirəm. Üstündə deyirəm ki, ən başından mənim pulumu ver, vermədin, bir ildir mənə kredit ödədirsən. Hansı televiziyadadır? Layihənin adını bir də deyir. Med TV Bizimlə Dəyiş proqramı. Med TV Bizimlə Dəyiş, Rəna Hidayətova Amil qızı. Hal-hazırda da əgər yanılmıramsa, Yeni Səhər TV-də, Yeni Səhərdə Med TV-nin yenə yayımladığı proqramda aparıcılıq edir. Etsin, məni maraqlandırmır. Məni onun jurnalistika həyatı heç bir şəkildə maraqlandırmır və mən onun o həyatı ilə bağlı olaraq heç bir şey də demirəm. Mən verdiyim pulumu istəyirəm, mənə vurduğu zərərlərlə birlikdə. Məni təhqir edirsən, məni şərtləri qoşursan ki, bu şərtlərlə verirəm. Olmaz. Mən gərəkli yerlərə şikayətimi yenə davam edəcəm. Oldu, çox sağ olun. Rica ederim.